Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir Şəhər Su Kanal İdarəsi içməli su təchizatı və kanalizasiya şəbəkəsi üzrə intensiv fəaliyyət göstərir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Mingəçevir şəhərində içməli su şəbəkəsi və qurğuların yenidən qurulması işləri müntəzəm həyata keçirilir. Məhsuldarlığı Stuqada 55 min kubmetr olan müasir su təmizləyici qurğu və tutumu 10 min kubmetr olan mərkəzi su anbarı tikilərək istismara verilib. Bura Mingəçevir şəhərinin su təmizləyici qurğusudur. Su təmizləyici qurğu demək 55 min kubmetr sutkada su təmizləmə gücünə malikdir. Su təmizləyici qurğu Mingəçevir şəhər su elektrik stansiyasının turbinlərindən gələn 800 millimetrlik boru ilə, xam su ilə qidalanır. Xam su qurğuya daxil olduqdan sonra 28 ədəd filtrdən keçir. Təmizləyici qurğu, məlumat üçün bildirim ki, mexaniki təmizləyici qurğudur. 4 qrupdan ibarətdir, hər qrupda 7 filtr var. Mingəçevir şəhərində kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri davam edir. 109 ədəd yaşayış binasının zirzəmsində 100 millimetrlik borularla ümumilikdə 2734 paqanometr qəzalı kanalizasiya xətləri yenisi ilə əvəz olunub. O cümlədən 36 yaşayış binasının zirzəmsində kanalizasiya xətləri tam yenilənib. 62 çox mərtəbəli yaşayış binası yeni kanalizasiya şəbəkəsinə qoşulub. İçəri girmək olmurdu. Mən 5-ci mərtəbədə yaşayıram. Şəxsən asmalı adama mən yata bilmirdim. Savağa düşürdüm aşağı ki, görüm nəfəs ala bilirəmmi. Nətər inciyə bilmirdim. Gelib kimə deyim ki, sən bu işi niyə görməmsən. Amma sağ olsunlar indi. Hər şey düzəldiblər. O kanalizasiyanın izadı gedib. İzadı yoxdur. Kanalizasiyamız dolur, padvallarımız dolmuşdu. Bərbad gündəydi. Binada adamlar qalmıyor. Qalan 3-4 nəfərdir yerli cəmaat. Yerli cəmaat adam 3-4 nəfər qalıb. Hamı köçüb getdi. Çünki evlərin qapı örtülüydü, yenə də iyi gəlirdi. Yenə də milçəklər ditdirirlər. Bu təşkilatı eləyənlərə, bunu təşkil eləyənlərə çox sağ olsunlar. Minnətdarlıq eləyirik. Bu son 3 ayda Su Kanal İdarəsinin fəhlələri, işçiləri böyük zəhmətə qatlaşaraq bu qışın soyuğunda, yağışında, qarında bizim zirzəmilərdə saatlarla iş gördülər və bugün üz ağlığı ilə deyə bilərik ki, bunlar işi yekunlaşdırırlar. Onlara çox sağ olun deyirik ki, bizi 30-40 ilin əzabından, əziyyətindən, zülmündən tutardılar. 2025-ci il ərzində Mingəçevir Şəhər Su Kanal İdarəsi tərəfindən daxili imkanları hesabına şəhərin müxtəlif küçə və yaşayış massivlərində su təchizatı xətlərinin 922 paqonometr hissəsi təmir edilib. 1372 paqonometr ev bağlantısı çəkilib. Baş vermiş qəzalar operativ şəkildə aradan qaldırılıb. O cümlədən 3846 paqonometr xət və 178 quyu profilaktik məqsədlə təzyiqli kanal yuyan maşınla yuyulub. Mingəçevir Su Kanal İdarəsi olaraq şəhər ərazisində baş verən istər su təchizatı sistemlərində, istər kanal sistemlərində baş verən qəzalar idarəmizin əməkdaşları tərəfindən mütəmadi olaraq operativ şəkildə aradan qaldırılır və bizim bu işlərimizə, bizim rəhbərliyimizin böyük dəstəyi, köməyi var. Bizi lazım olan mal, material, avadanlıq və xüsusi texnika ilə tam təmin olunuruq. Mingəçevir Şəhər Su Kanal İdarəsi Mingəçevir şəhəri ilə bərabər Yevlax rayonunun Havarlı, Hacıselli və Marzlı kəndlərinə də xidmət göstərir. Hazırda idarənin xidməti ərazisi üzrə bütün sahələrdə işlər davam etdirilir.